Salam dostlar, mən Şəhla İsmailova. Bu günləri sizlərə 11 nömrəli kataloqumuzdan sifariş etdiyim məhsulları və yenilikləri təqdim edirəm sizlərə. Hər birinizə xoş izləmələr diləyirəm. Məhsullarıma keçməzdən öncə sizə 11 nömrəli kataloqumuzu təqdim etmək istəyirəm. Hansı ki, keçən videolarımda murmur ətrini sizə təqdim etmişdim. Çox gözəl qablaşması var və çox da gözəl qoxusu var bu ətrin. Nar qoxusu verir, həqiqətən də möhtəşəmdir və kataloqumuzun hədiyyəsi isə bu gözəl dəstir. Hansı ki, bu dəstə 1 ədəd maye sabun daxildir, 1 ədəd otaq təravətləndiricisi, 1 ədəd paltarları yumuşaldıcı və ətirləyici məhsulumuz və 1 ədəd də qab yumaq üçün maye qabyuyucu pastamızda, belə deyərdim, daxildir dəstimizə. Dəstimizin ümumi qiyməti 38 manat 79 qəpikdir. Yeni alıcılar üçün, yəni ilk dəfə sifariş verən məsləhətçilər üçün və qeydiyyatdan keçən, bu kataloq ərzində qeydiyyatdan keçən məsləhətçilər üçün bu dəst hədiyyə qoyulubdur şirkət tərəfindən. Əgər siz də bu dəsti hədiyyə qazanmaq istəyirsinizsə, qeyd edəcəyim nömrəmə yazın. Mən sizi qeydiyyatdan keçirdim. Özünüzə, ailənizə, evinizə lazım olacaq məhsulları 20% indirimlə anbar qiymətinə fabirlik kabinetinizdən alın və bu gözəl dəsti növbəti ikinci sifarişinizdə əldə etmiş olun. İndi isə keçirəm məhsullarıma. Məhsullarım yenə də çoxdur. Bir məhsuldan demək olar ki, en qədər vurmuşam, çünki istifadə olunur, sifariş verilir, çox gözəl keyfiyyətli məhsullardır. İlk olaraq sizə ilk dəfə sifariş etdiyim Fabirlikum seriyasından olan bu tələ salfetləri göstərmək istəyirəm. Nə üçün tələdir? Paltarların, rəngli paltarların, ağ, qara, yəni qırmızı, bütün paltarlardan tutalım ki, evdə yuyulası 1 ədəd var. Onları da bir-bir yumağa, necə deyim axı, həssələriniz gəlmir, belə deyərdim. Qənaət etmək istəyirsiniz ki, yəni maşını boş-boşuna istifadə etməyin və yaxud da uşaq paltarları bəzən görürsən ki, çox qat-qarışıq rənglər olur və onları ayrı-ayrılıqda yuduqda, yəni böyük çəkili maşınları işlətməyin mənası yoxdur da. Ona görə də nə edirsiniz? Bütün rəngli qarışıq paltarlarınızı atırsınız maşına və bu məhsuldan alırsınız. Təbii ki, 1 ədəd salfet. Dəqiqə qablaşmanı açım. Bu məhsuldan alırsınız və barabanın içərisinə 1 ədəd bu salfetdən əlavə edirsiniz. Yuyucu vasitələrinizi maşına əlavə edirsiniz. Sonra işlək vəziyyətdə saldıqdan sonra maşında yuyulan paltarların rəngi qətiyyən bir-birinə qarışmır. Baxın, salfeti də belə bu şəkildə göstərim sizə. Belə bir salfetdir, quru salfetdir. Baxın. Həm paltarlarınız yuyulmuş olur, həm rənglərini qorumuş olursunuz. Yəni gözləməyə ehtiyac yoxdur ki, ağlar biraz da yığılsın, qaralar biraz da yığılsın, rənglər biraz da yığılsın, sonra maşını işlədərəm. Sadəcə olaraq bu məhsuldan alırsınız və işinizi asanlaşdırırsınız. Növbəti məhsullarım isə mənim sevimli salfetlərim. Həqiqətən də çox sevirəm bu salfetləri. Hər dəfədə, hər videoda da bunu sizinlə paylaşıram. Çox möhtəşəmdir. Yəni hələ də əgər bu məhsuldan almamısınızsa mütləq alın. Anındaca üzərinizə düşən kofe ləkəsi, çay ləkəsini, belə yumurta ləkəsi olsun, aradan anındaca qaldırır. Çox gözəldir, çox effektiv şəkildə təmizləyir. İstər dodaq boyası, istər kofe, istər şokolad, istər yediyiniz qidalardan hər hansısa biri üzərinizə sıçrayırsa, o zaman bu məhsul sizin köməyinizə çatacaq. Möhtəşəm bir məhsuldur, mütləq alın, istifadə edin. Deməli, içərisində 20 ədəd var salfetlərin. Çox qəşəngdir. Sadəcə 30 saniyəyə ləkəni geyimdən çıxarır. Ləkə çıxarıcılardan başlamışkən elə bu sprey formasında olan ləkə çıxarıcılarımızı da sizə deyim. Çox möhtəşəmdir, həqiqətən də. İstər geyimlərinizdən, istər ayaqqabıda, ayaqqabının o krasovkaların ağ hissəsi olur. O hissədən bu ləkələri çıxarmaq üçün bu məhsuldan istifadə edirsiniz. Çox gözəl təmizləyir. Geyimlərinizin üzərinə yağ ləkəsi var, tutalım ki, yuyursunuz və o yağ ləkəsi çıxmır. Sadəcə olaraq bu spreydən püskürürsünüz. 1-5 dəqiqə gözləyirsiniz, sonra maşına əlavə edirsiniz, yuyucu tozunu əlavə edirsiniz və tərtəmiz olur. Həqiqətən də möhtəşəm məhsuldur. Alın, istifadə edin. Yəni hər birini sınayıb sizə sonradan geri dönüşlər edərək videomda bildirirəm ki, yəni siz də rahat bir şəkildə alıb istifadə edə bilərsiniz. Sonra keçirəm bu şampuna, kəpək əleyhinə olan bu şampun sadəcə olaraq möhtəşəmdir. Bu şampun həm də həkimlər tərəfindən təsdiqlənmiş bir məhsuldur. Saçınızda, saç dərinizdə əgər problemlər varsa,
o zaman mütləq və mütləq, yəni çəkinmədən, gözünüz qapalı şəkildə bu şampundan alıb istifadə edə bilərsiniz. Həqiqətən də çox gözəldir, çox möhtəşəm bir məhsuldur. Qablaşmanın deməli həcmi 150 millimdir. Artikul kodunu da sizlərlə bölüşüm. Artikul kodumuz bir dəqiqə. Artikul kodumuz 16-13'dür. Gözümün qabağındadır, amma hələ axtarıram. Çox gözəl şampundur. Həqiqətən də mütləq alın, sınayın. Digər yeniliyimiz isə, ilk yeniliyimiz, belə deyəlim. İlk yeniliyimiz əslində bu parfümdür. Keçən videolarımda sizinlə paylaşmışdım. Əgər baxmamısınızsa, keçən videolarımda mütləq və mütləq baxın. Həqiqətən də çox möhtəşəm qablaşması var, çox da möhtəşəm qoxusu var. Digər yeniliyimiz isə Aromia seriyasından olan vişne qoxulu 200 millim həcmə malik olan, artikul kodu 36-33 olan belə bir maye sabundur. Çox möhtəşəm qoxusu var da, həqiqətən də ləzzət eləyir adama. Yay vaxtı da hələ əllərini yuyursan, o vişnənin qoxusu gəlir. Dəhşət bir şeydir. Yəni əl yumaqdan belə həzz alır Faberlik məhsulları ilə də insan. Ona görə də istifadə etməmisinizsə mütləq və mütləq alın, istifadə edin, çox bəyənəcəksiniz. 2 ədəd sifariş vermişəm. Bir məhsulu əgər gözüm tutursa, ondan çox alıram, sifariş verirəm, çox bəyənirəm. Ona görə də sizə tövsiyə edirəm ürək rahatlığı ilə ki, siz də alın, siz də bəyənəcəksiniz. Növbəti məhsulumu isə belə bir kremdir. İstər dirsəcdə olan quruluqları, istər diz qapaqlarında olan quruluğu, istər dabanlarda olan quruluğu dərhal aradan qaldıraraq yumuşaq körpə dərisi kimi edən belə bir kremimiz var. Həqiqətən də möhtəşəmdir, çox bəyənirəm, çox sevdiyim məhsullardandır. Azca əlimin üzərinə tətbiq edirəm. Qoxusu da çox qəşəngdir, həqiqətən. Yəni belə narahat edici qoxusu yoxdur, çox gözəldir. Çox gözəl nəmləndirir, baxın. Həqiqətən də mənim əllərim onsuz da quru deyildi. Sadəcə olaraq əlimin üzərində də tətbiq edib sizə göstərmək istədim ki, çox gözəldir. Yəni bunu alanlar bilər, almayanlar da mütləq alıb yoxlamalıdırlar. Möhtəşəm bir məhsuldur. Növbəti məhsulumuz isə rozmarin tərkibli məhsul axtaran xanımlar, bəylər, dəyərli takipçilərim. Mütləq və mütləq botanikanın yeni qablaşdırılmış, yəni yeni qablaşma ilə və yeni məhsullarla sizə təqdim olunan, bizlərə təqdim olunan bu məhsulunu mütləq alın, sınayın. Deməli, bu vitaminlərlə zənginləşdirilmiş rozmarin tərkibli yağdır. Bunun istifadəsi də çox rahatdır. Sadəcə olaraq saçınızı yumazdan öncə saç diblərinə əlavə edirsiniz, masaj edirsiniz. Saç diblərinizə yağı əlavə etdikdən sonra, baxın belə bir yağdır. Əlavə edirsiniz, masaj edirsiniz hardasa 2 saat, 3 saat saçlarınızı yumazdan əvvəl əlavə edirsiniz ki, saç dərinizi qidalandırsın, saç diblərini qidalandırsın. Rozmarin tərkibli məhsullar bilirsiniz də yəqin ki, saçların tökülməsinin qarşısını alır, saçlara çox gözəl vitaminlər bəxş edir, tam-tamına doyurur da demək olar ki. Ona görə də alın, bu məhsuldan istifadə edin, çox bəyənəcəksiniz. Yay aylarında günəş şüaları saçımıza toxunur və saç diblərində istər-istəməz narahatçılıqlar yaranır, saçlar tökülməyə başlayır, saçlarda quruluq yaranır. Yəni ona görə də saçlarımızı bu yağlar ilə qidalandırmalıyıq və ekspert seriyasından olan, günəş şüalarından qoruyucu olan məhsullarımız var ki, hansı ki bu məhsullara saç üçün şampun, balzam və sprey daxildir. Bu məhsullardan alıb istifadə edirsiniz, çox gözəldirlər. Yəni həm o məhsullar, həm bu məhsul. Hər birini istifadə edirsiniz və çox razı qalacaqsınız. Sizə bunun əminliyini və qarantisini verirəm mən. Növbəti məhsulumuz isə belə bir arı zəhəri tərkibli masaj üçün kremdir. Çox gözəldir deyərdim ki, bu məhsuldan bir dəfə, bir il yarımdan artıq çoxdur ki, Faberlik ilə əməkdaşlıq edirəm və həmin vaxtda almışdım bu məhsuldan. Demək olar ki, hələ ki bu günə qədər yəni istifadə edirdim. 1-2 gün olar ki, artıq bitibdir. Ona görə də yenidən bu məhsuldan sifariş etdim. 75 millimdir, amma çox gözəldir. Yəni bərəkətli belə məhsuldur da deyərdim. Artikul kodu 1280-dir. Əgər almamısınızsa mütləq alın, istifadə edin. İstər kürək ağrılarında, istərsə də oynaq ağrılarında
masaj kremi olaraq istifadə edə bilərsiniz. Beləsinə, digər məhsulumuz isə Aromia seriyasından olan belə bir bədən və saçlar üçün spreydir. Baxın, daxilində kiçik zərləri var. Görünüşü də çox şirindir həqiqətən də. Əlimin üzərinə püskürüb sizlərə göstərmək istəyirəm. Baxın, çox qəşəngdir. Qoxusu da superdir həqiqətən də. Aromia seriyasının bütün məhsullarının qoxusu insanı valeh edir. Baxın, görün nə gözəldir. Həm kiçik simləri var tərkibində, yəni o belə qaba görünən simlər deyil də, çox qəşəngdir həqiqətən də. Həm də qoxusu mükəmməldir. Həm saçlarınız üçün, həm də bədən üçün istifadə edəcəyiniz möhtəşəm bir mistir. Digər məhsulumuz isə Aromia seriyasından olan belə bir dezodorantdır. Deməli, qoruyuculuğu bilirsiniz ki, orxideya qoxuludur. Deməli, bunu açın. Bu şəkildə açmaq daha yaxşıdır. Qoxusu həqiqətən də superdir. Çox gözəl qoxusu var. Çox bəyəndim. Deməli, bu orxideya qoxulu Aromia seriyasında olan digər məhsullarımız da var ki, növbəti inşallah videolarımda sizə təqdim edəcəm. Həm duş geli var, həm maye sabun var, bədən spreyini göstərdim. Həm də kremi var. Çox qəşəngdir. Həqiqətən də qoxusu mükəmməldir. Növbəti məhsulum isə, baxın, 4 ədəd sifariş etmişəm, çünki çox bəyənirəm. 4 ədəd belə bir soda effektli qab yuma gelimizdir. Körpə uşaqların oyuncaqlarını, qablarını ürək rahatlığı ilə yuya bilərsiniz. Həmçinin də meyvələrinizi də bu qab yuma gelləri ilə rahat bir şəkildə yuyub təmizləyə bilərsiniz. Çox möhtəşəmdir, çox gözəldir. Deməli, limon və limon tərkiblidir, bir də nanə. Limon və nanə qoxuludur daha doğrusu. Çox qəşəngdir, çox gözəl qoxusu var. Mütləq alın, istifadə edin. Yəni, bəyənəcəyiniz, davamlı şəkildə alacağınız bir məhsula çevriləcəkdir. Gördüyünüz kimi, yəni mən gördümsə belə mənim qab yuma gelim qutarıbsa, həmən vaxtları hansını daha çox qoxusu ürəyimə düşübsə, həmən məhsuldan artıqlaması ilə sifariş verirəm ki, istifadə edim. Çünki insan iş görərkən də elə bir məhsullardan istifadə etməlidir ki, işdən zövq alsın. Yəni, işdən bezməsin də belə deyərdim. Növbəti məhsulum isə boruda olan tıxanıqları asan bir şəkildə açmaq üçün nəzərdə tutulan belə bir mayedir. Hansı ki, sadəcə olaraq bu mayeni deməli, sizlərə qeyd edim, mayeni tutuq borulara əlavə edirsiniz. Az miqdarda deyəndə 250 millim belə miqdarında, 650 millimdir həcmi. 250 millim əlavə edirsiniz tutuq olan boruya. 15 dəqiqə gözləyirsiniz. Sonra isə üzərinə qaynar su əlavə edirsiniz və borular tərtəmiz açılır. Sizin də işləriniz asanlaşır, qablarınızı rahat bir şəkildə yuya bilirsiniz. Digər məhsulum isə keçən videoda bu məhsulun deməli balzamını və kremini göstərmişdim sizlərə, təqdim etmişdim. Laminasiya effektli şampunumuz. Çox gözəldir. Çox gözəl də təsir edir. Saçları həqiqətən də laminasiya edir. Çox bəyənirəm. Qızım istifadə edir. O da çox bəyənir, çox razıdır. Ona görə də yay olduğu üçün artıq bitdi şampunumuz və yenidən bu şampundan sifariş verdim. Digər məhsulumuz ləkə çıxarıcı Extra Oxy seriyasından olan maye ləkə çıxarıcımızdır. Çox möhtəşəmdir, çox bəyənirəm. Paltarın üzərində olan ləkəni tərtəmiz edir də. Videoda görmüşsünüz yəqin ki, o kiçik videolarda paylaşım edirəm. Həqiqətən də çox gözəl şəkildə təmizləyir. Sizin bir nömrəli köməkçinizə çevrilir. Növbəti məhsulumuz isə antijir. Deməli, yay aylarında bilirsiniz ki, qızartma yeməkləri çox olur. Yəni, ən çox qızartma yeməklərini üz tutur xanımlar, yəni bizlər. Ona görə də qazın üzəri və yaxud da pufkaların içərisi yağlar olur. Çox istifadə olunan, çox lazım olan bir məhsulumuz antijirdir. Bu məhsul ilə anındaca yağları, kirləri tərtəmiz edirsiniz və
O evinizdə olan qızartma ab-havasını isə ətirləndirici Aromia seriyasından olan ev ətirləndiriciləri ilə təmizləyirsiniz. Çox xoş bir ab-hava yaranır evdə. Yəni Faberlic çox gözəldir, belə deyərdim. Faberlic ilə hər şey insana xoş gəlir. Yemək bişirmək də, evi təmizləmək də, özünə baxım etmək də, yəni möhtəşəmdir. Sadəcə olaraq bir sözlə möhtəşəmdir. Qeyd edim ki, Antijirin belə bir başlığı da gəlir hər zaman bu başlıqlar ilə. Bu qapağı çıxarırsınız, bunu əlavə edirsiniz və sprey formasında istifadə edirsiniz məhsulu. Digər məhsullarım isə bu gördüyünüz Activity seriyasından olan belə bir pedlərdir. Bu pedlərə daxildir gündəlik istifadə olunan pedlər, günlük pedlər, gündüz pedləri, gecə pedləri çox möhtəşəm məhsullardır. Hələ də almamısınızsa, hələ də düşünürsünüz ki, alım ya almayım, mütləq alın. Yəni itirməyəcəksiniz, qazanacaqsınız, çox bəyənəcəyiniz məhsullardan birinə çevriləcəkdir. Növbəti məhsullarım isə, baxın, kataloqumuzun bu gözəllikləridir. Dodaq boyaları. Deməli, bizim dodaq boyalarımız. Yeniliklərimizi sizə göstərirəm, baxın. 11 nömrəli kataloqumuzun yeniliyidir. Həmçinin də 50% indirimlə gəlir bu yeniliklər. Xatırladım ki, kataloqa yeni məhsul əlavə olundusa, o məhsulu indirimli qiymətə ala bilərsiniz. Yəni çox möhtəşəmdir. Baxın, deməli 2, 4, 6, 7 ədəd fərqli rəngdən ibarət çalarlara malik mat dodaq boyalarımız gəlibdir. Hansı ki, bu mat dodaq boyalarının 8 saata qədər qalıcılığı var. İndi isə gəlin boyalarımıza birlikdə baxaq. Deməli, ilk olaraq başlayıram. Artikel kodu 13 yox 41 330. Bu bizim ilk dodaq boyamızdır. Baxacağımız, baxın bu. Bu dodaq boyasıdır. Baxın. Belə bir rəng tonuna malikdir. Kataloq ilə rəng çalarının uyumunu da göstərmək istəyirəm. Baxın, belədir. İndi əlimin üzərində də tətbiq edeyim sizlər üçün. Belə bir tonu var, çox qəşəngdir. Yəni bu tonları istifadə edirəm, bəyənirəm. Qoxusu da, yəni deyim ki, qoxusu var. Qoxusu o qədər də yoxdur. Çox qəşəngdir. Baxın, hər bir şey mən qoxusunu baxmalıyam da mütləq. Yəni rəng tonu belədir. Bu deməli dodaq boyamızın artikel kodu 41 330-dur. Növbəti dodaq boyamızı təqdim edirəm. Artikel kodu 41 331-dir. Ən yaxşısı bu formada açmaq. Baxın, bu dodaq boyamızın da rəng tonu belədir. Bu da çox gözəldir. Baxın, çox gözəldir. Deməli, bunu da kataloq üzərində göstərmək istəyirəm. 41 331 budur. Baxın. Belə görünür. Əslində əlimin üzərindəki ilə buradakı kataloqdakı birdir. Kağızın üzərinə çəkdikdə biraz fərqli görünür. Əlimin üzəri ilə, baxın, əlimin üzərində də belə göstəreyim. Növbəti məhsula da baxın. Daha doğrusu növbəti dodaq boyasına da. Baxın, digər dodaq boyamız isə artikel kodu 41 332-dir. Belə bir rəng tonu var. Baxın. Baxın, deməli 41 332 artikel kodlu olan dodaq boyamız da belə bir rəng tonundadır. Deməli budur. Baxın. Bunun rəngi hardasa kataloqda olan rəngi ilə üst-üstə düşür deyərdim. Digər rənglərimizə də baxırıq. Növbəti rəngimizin artikel kodu 41 333-dür. Deməli. Belə bir tondadır. Bu da çox qəşəngdir. Həqiqətən də hər biri fərqli bir rəng tonuna malikdir. Matlaşdıqca rəngi daha gözəl olur. Baxın, bunları hələ yeni çəkmişəm əlimin üzərinə. Bu artıq matlaşmağa doğru gedibdir. Həqiqətən də superdir hər birinin rəngi.
Deməli buna baxmadıq kataloqumuzda. Kataloqumuzda 41 333. Deməli bu. Bu tam-tamına deyərdim ki, eynidir. Baxın, bilmirəm buradan necə görünür. Yəni belə canlıda baxdıqda 41 332 ilə 41 333 kataloqda rəng necədirsə tamamilə eynidir, yəni. Növbəti məhsulum, növbəti dodaq boyam 41 334 artikul kodlu. Rəngimizə baxırıq. Rəng çalarları hardasa bir-birinə bənzəyir. Ay, bunun da rəngi çox qəşəngdir. Həqiqətən də möhtəşəmdir. Çox belə bu iki rəngdə belə şirinlik var, belə şirin bir tonlar var. Həqiqətən də baxın, görüntü çox gözəldir. Hər biri, yəni fərqli-fərqli gözəldirlər. Deyə bilmərsən ki, yox, bu lap qəşəngdir, bunu sevdim, bunu sevmədim. Deməli, bu rəngimiz günahsız çəhrayı gedirmiş adı. Vay, vay, vay. Baxın, belə bir rəng tonu var. Deyirəm də, rəngin özündə şirinlik var. Demək ki, günahsızlığından irəli gəlirmiş. Çox möhtəşəmdir. Yenə də hər zaman, hər videomda bir dəfə ki, hansısa bir məhsulu aşırdım dağdan. O da mənim. Fərqliliyimdir deyərdim. Növbəti məhsulum isə dodaq boyam. 41 335 artikul kodlu dodaq boyamdır. Deməli, açıram. Baxın, belə bir rəngi var. Əlimin üzərinə tətbiq edirəm. Wow. Bunu çox sevdim. Həqiqətən də bunu daha da çox sevdim. Deməli, baxın, 41 335 budur. Bu da tam uyumlu deyil. Yəni burada tünt göstərilir. İndi bilmirəm, matlaşdıqca rənglər fərqli ola bilər. Belə bir çalarları var, baxın. Çox qəşənglər, amma həqiqətən də bunu da çox sevdim, çox bəyəndim. İlk sınadığım dodaq boyası. Növbəti qırmızı sevənlər üçün gəlir bu dodaq boyası. Bunun da rənginə baxaq. Görək, bunun rəngi necədir? Bax, gözəlliyə baxın, bu rəngə baxın. Qırmızı sevənlər üçün idealdır. Yəni, rəngin gözəlliyinə baxın siz. Bu gözəlliyə baxın. Yəni, həqiqətən də hər biri möhtəşəmdir. İndi buradakı qırmızı ilə uyumuna baxaq. Belə baxın. Əslində, matlaşdıqca rəng tonları dəyişir. Ona görə də gözləyək. Baxın, misal üçün bunu birinci çəkmişdim, artıq quruyubdur. Demək olar ki, rəng hardasa oxşayır. Baxaq, birinci. Belə. Birinci rəng tonu bənzəyir. İkinci o qədər də bənzəmir. Üçüncü rəng tonu bənzəyir. 4 o da bənzəyir. 5, daha doğrusu 41 334 artikul kodlu olan. O biraz rəngi başqa tondadır. Çəhrayı elə adına əslində uyğundur rəng tonları. Amma belə baxdıqda kataloq rəngləri ilə birə-bir eyni deyil. Bu mənim deməli dodaq boyalarım idi və bir də belə bir dodaq qələmləri sifariş vermişəm. Artikul kodu 4132 olan dodaq boyamıza baxaq. Görüm hansı. Baxın. Məsələn, bu dodaq boyasını alırsınızsa, bu qələmi də alırsınız, dodaqlarınızı konturladıqdan sonra boyanı istifadə edirsiniz. Həqiqətən də bu iki rəngin uyumu çox qəşəngdir. Belə bu şəkildə göstərim. Bununla da uyumu var, bununla da uyumu var. Digər rəngə də baxaq. Qələmin ucunu qırdım. Heç kim eləyə bilməz. Vallahi billahi. Bunlar belə qalsın. Digərini də göstərim. Digər artikul kodu 4131 olan dodaq qələmidir. Baxın, bu biraz daha açıqdır. Deməli, açıq tonlu. Mən elə gəlir ki, buradakı tonlarla o qədər bununla hardasa uyumu var birinci ilə. Bunun amma deyərdim ki, bununla da hər biri ilə uyumu var. Yəni, alıb dodaq qələmi ilə dodaq boyasını birlikdə istifadə edə bilərsiniz. Son görüntüsünü də sizinlə belə paylaşım. Baxın, bu şəkildədir. Çox qəşəng rənglərimiz. Alıb istifadə edə bilərsiniz. Qalıcılığı isə 8 saata qədərdir. Mən elə gəlir ki, bütün məhsullarımı sizinlə paylaşdım. Hər birini açıq şəkildə sizlərə tanıtdım. İnşallah ki, sizin üçün maraqlı olmuşdur videom. Növbəti
təqdimatlarımda, növbəti məhsul alış-verişlərimdə, videolarımda görüşmək ümidi ilə. Çox sağ olun ki, kanalıma abunəsiz, məni izləyirsiniz. Şərh bölməsində öz fikirlərinizi aydın şəkildə yazırsınız, mənimlə fikirlərinizi bölürsünüz, bəyənirsiniz videolarımı. Çox təşəkkür edirəm bunun üçün. Çünki sizin hər bir bəyəniniz, hər bir baxışınız mənim üçün dəyərlidir. Çalışın, şərhlərimizdə daha çox aktiv olun. İstədiyiniz, məhsul haqqında bilmək istədiyiniz hər hansı bir məhsulumuz varsa fabrikdə, onu deyin, şərhlərdə qeyd edin. Mən sizin üçün təqdim edim. Və ən əsası da qeydiyyatdan keçmək istəyirsinizsə, mütləq qeyd edəcəyim nömrəmə yazın. Mən sizi qeydiyyatdan keçirdim. Sizə köməklik edim. Siz də özünüzə lazım olan məhsulları sifariş edin. Beləliklə, bu günlük bu qədər. Sağ olun, təşəkkür edirəm. Sizinlə Şəhla İsmailova idi. Bəyəndinizsə videomu, mütləq like edib abunə olmağı və bildirişləri açıq etməyi unutmayın. Hələlik!